Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Belə bir şəxsi tikili 3 sotda paket qutucu bütün əşyaları ilə birlikdə satılan belə bir həyət evi çəkib göstərirəm. Elektronika xaricdə, onda razılaşmaq mümkündür. Deməli, evimiz yaşayışda 4 otaq, 2 mətbəx sahəsi, 3 ədəd sanuzeldən ibarətdir. Torpaq sahəsi 3 sot, həyətyanı sahədə bu arada baxın sanuzel mövcuddur. 4 tərəfindən keçid eləmək mümkündür. Birinci və ikinci mərtəbə monolit beton, ikinci mərtəbənin yekunda beton kəmər atılıb, ağlay daşlarla üzlənib, kalon və ricerlər vasitəsilə tikilib. Alt hissədə böyük bir mətbəx sahəsi var. Əlavə olaraq qaraj sahəsi mövcuddur. Həyətyanı sahədə bu qaydadadır. Qazın, suyun, işığın fasiləsi olduğu mərkəz kanalizasiyanın fəaliyyət göstərdiyi bir ərazidir. Bu hissədə besetkası düzəldilib. Bütün manqal üçün lazımi bütün zəruri işlər görülüb. Burada da evin həyətyanı sahəsidir. Arxa tərəfindən də keçid eləmək mümkündür. Bağ sahəsi də bu hissədədir. Özü üçün tikilmə, şəxsi yaşam məqsədi ilə tikilmiş, təmir olunmuş bir evdir. Bura evin qaraj sahəsi, darvaza hissəsini göstərim. O hissələrdə trap döşənilib, mərkəz kanalizasiya ərazidə fəaliyyət göstərməkdədir. Buradan da mətbəxə keçid var, digər tərəfdən göstərim. Bu 6 mərtəbə mətbəx və qarajdan ibarətdir. Burada böyük bir mətbəx sahəsi yerləşir, baxın hörmətli izləyicilər. Deməli, belə bir mətbəx sahəsi. Bütün mebel və texnikası ilə birlikdə satılır. Bir daha qeyd edeyim, elektronika isə danışıq yeri mümkündür elektronika üçün. Pilləkəndə betondan yığılıb, bütün materialların ən keyfiyyətlisindən istifadə olunub, təmir zamanı zövqlə təmir olmuş bir evdir. Şəxsi səbəblərdən ötürü satılır. Gəlin evin daxilindən tanış edeyim sizi. Evin birinci və ikinci mərtəbəsi monolit beton və istipolla təchiz olunub, hörmətli izləyicilər. Girişdə solda baxın, belə bir ayna, sağda isə mebel yığılıb. Daha sonra bu hissəni göstərim. Burada evin zal hissəsi yerləşir. Damafon sisteminə kimi, kamera sisteminə kimi hər biri çəkilib hazır vəziyyətdədir. Baxın, evin zal hissəsi bu qaydadadır. Televiziya üçün də stend yığılıb. Hər otaqda TV və kondisioner xətti çəkilib, hörmətli izləyicilər. İkinci mərtəbəyə qalxan pilləkən sağda yerləşir evin mətbəx sahəsi. Tez bazar təqdimat eləməyə çalışıram ki, vaxtınızı çox almayayım. Baxın, belə bir mətbəx sahəsi. Elektronika üçün də razılaşma mümkündür, qeyd etdiyim kimi. Evin başlanğıc qiyməti, mövcud qiymət 270 min manatdır, 270 min manat. Yerləşmə ünvanı Masazırda Yenibaş yaşayış kompleksinin arxa tərəfi Vaz dairəsinə olduqca yaxın bir məsafədə yerləşir. Pilləkənin alt hissəsində də baxın, şkaflar yığılıb, hörmətli izləyicilər. Əlavə əşyalarınızı bu hissələrə də rahat şəkildə yığa bilərsiniz. Qalxaq ikinci mərtəbəyə. Bu mərtəbədə yerləşir 3 yataq otağı və sanuzel. Kollektor sistemi də burada yığılıb. Özü üçün tikilmə çox möhkəm, çox belə deyək də, əla tikilmiş bir evdir. Təmirlə söz ola bilməz, hər şey göz qabağındadır. Şəxsi səbəblərdən ötürü satılır sadəcə. Burada belə bir yataq otağı. Baxın, buranda mebeli yığılıb. Hər otaqda kondisioneri və televizyona xətti çəkilib. Daha sonra burada növbəti belə bir otaq, hörmətli izləyicilər. Buranda mebeli qoyulub hazır vəziyyətdədir. Buradan eyvana çıxış var. Burası ümumilikdə 4-cü otaq. Evin başlanğıc qiyməti 270 min manatlı sənədi bütçə çıxarış. Yerləşmə ünvanı Masazır Yenibaş yaşayış kompleksinin arxa tərəfi Vaz dairəsinə yaxın bir məsafədə. Qiymət 270 min, bütün əşyalarla birlikdə şəxsi tikili ev. Daha ətraflı məlumat üçün əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.